Salam olsun aziz ve böyük Türk milletim. Size salam olsun MGTV izleyicilerimize, salam olsun Mustafa bəy size ve bütün Türk dünyasına. Demek bu günləri bildiğiniz kimi mən həm strateji araştırmacıyam, həm tarix araştırmacıyam, Türk tarixinin. Bu günləri Zəngəzur yolunun əsl ismi ve o adamın hakkını vermeyi bütün Türklere bildirmek istedim. Ve biz bütün Türkler bugündən olarak Zəngəzur yolunu əsl hakkını kimdir onu demeliyik. Demek 1933-cü ildə Türkiye Azerbaycan arasında sınır yok idi. 33-cü ilə kimi. Ve Gazi Mustafa Kemal Atatürk İran'la sınır anlaşmasından sonra Şah Pəhləvini Türkiye Cumhuriyeti'ne misafir davet etti. 1934-cü ildə. Ve Şah Pəhləvini de çok güzel ağırladı ve Ankara'da Şam yemeğinde Gazi Mustafa Kemal Atatürk Şah'tan yemək əsasında, yani masa arkasındaca dedi, Şah Hazretleri, sizden bir ricam var. Bizim Naxçıvanda olan Azəri Türkler qohumlarımız ve əqrəbalarımızdır. Bir soyumuzdur. Bizim onlarla sınırımız yoktur. Olar mı ki sizden bir parça torpaq hissəsini bədəlini ödəyərək alaq, Naxçıvanla Azərbaycan, Azəri Türk kardeşlerimizden sınırımız olsun. Şah da demiş ki, olur mu? Ne bədəl? Heç bir para lazım değil. Ve masadaca hemen bugünkü Türkiye-Naxçıvan arasında mesafəni, sınırımızı 13 kilometre torpağın tabusunu imzalayarak ve cibinden Gazi Mustafa Kemal Atatürk öz maaşının parasını çıkartıp ödeyerek, hatta Şah buna demişti ki para neye lazım? Demişti yok, bu lazımdı. Öz parasını ödeyerek tabusunu, yani kupçasını o torpağın alarak sonradan devlete vermişti. Bu günler için. Ve soruşmuştular, demişti ki bizim gələcəkdə Sovyetler Birliği 50 yıl, 60 yıl ne baksa dağılacaksa da bizim Türk dünyasına, Azerbaycan Türklerine qovuşmağımızın karayoldan yoludur ve gələcəkdə de Azerbaycan üzerinden Türkistan bölgesine, Türk dünyasına birleşməyimizdir. Yani Turan məfkurəsidir. Ve o yol bu günləri trip deyirlər, Trump yolu deyirlər, ne deyirlər, ne zibil deyirlər. Bunlar hamısı boş şeydi. Zəngəzur yolunun adı biz Türkler, devlet memurları da, Türkler de Atatürk yolu deməliyik. Onlar deyə bilər Trump yolu, kimisə yolu. Trump yolu yok. Bizim için, Türk dünyası için, bütün Türk devletleri Atatürk yolu deməli. Onun hakkını verməliyik biz. Onun uzak görənliyi, dahili stratejiyası bu günler üçündür. Eğer zamanında Gazi Mustafa Kemal, Marşal Atatürk o torpağı almasaydı, bugünkü güne kimi bizim ne Türkiye Cumhuriyeti'nden kara sınırımız olardı, torpaq sınırımız, hem de orada Ruslar olacaktı. Hem de İran arazisiydi. Onlar da işte bu yola imkan vermeyecekler. Yani bugün Zəngəzur yolunun açılması ve bu Turan yolunun başlanması birbaşa Gazi Mustafa Kemal Atatürk'ün hakkıdır. Ve onun hakkını her bir Türk vermelidir. Ve bunu her yerde, kitaplarda da, okullarda da, her yerde dile getirmeliyiz ve qeyd etmeliyiz. Biz Türkler özümüzün fatihlerimizin, igid oğullarımızın vətən üçün, dövlət üçün, türklük üçün, turançılıq üçün gördüyü işləri hamısını qiymətləndirməliyik, yaddan çıxartmamalıyıq. O ki qaldı geostrategiya,
bu Amerikanın Wales'in gəlib Amerika vitse-prezidentinin Ermənistanda para bağışlaması, Metsamor atom elektrik stansiyasını yeniden quraşdırılması ve Azərbaycana da bu günlərdə gəlib Bakıdadır. Strateji əməkdaşlıq müqaviləsi bağlayırlar. Baxın, doğrular demək lazım və düzgün analiz eləmək lazım. Bu yaltaq media ilə və hər biri də çıxıblar, biri strateg çıxıb, biri hərbi ekspert çıxıb, köbələ kimi yerdən çıxıb yaltaqlıq eləyib danışanlara deyirəm. Doğruları danışmaq lazım. Çünki burada dövlətimizin bəkası, dövlətimizin təhlükəsizliyi və xalqımızın rifahı əsas olur. Xalqın təhlükəsizliyi oldu bu, xarici siyasət. Bu boş-boşa deyil. 200 ildir Rusiya buradadır. Sizcə Metsamor atom elektrik stansiyasını Rusiya Sovetlər vaxtında para bıraxıb tikdirib və bugünkü günə kimi də ora para bıraxır. Və onu da tikdirməkdə Soyuq Savaş zamanı İran və Türkiyə Cumhuriyyətinə qarşı idi ki, son ayaqda oranı partlada bilər. Demək olar ki, Qafqazda, Anadolu'nun yarısı da, İranın da yarısı radioaktiv şüalarla zəhərlənərək hamını məhv edir. Sizcə Rusiya o Metsamoru Amerikanlara yedizdirərmi? Yedizdirməz. Ordusu da oradadır. Düzdür, Rusiya Ukraynada savaşır, dağarır, zəifləyib, qoşunu ölüb, qırılıb. Bundan başka Trump, bu West dediğimiz kimdi ve bunu kim getirdi vice-prezident Amerika? Trump bunu sevmirdi. Hatta Trump'ın yeni seçiləndə, son dəfə seçiləndə seçki kampanyasında dediler ki, sen Cumhurbaşkanı olursan ve bu West'i müşavir götürürsən yanına. Trump onu reddetmişti. Ve bu reddetmeye de göre Trump'ın seçki kampanyasında kurşunla, yani gülləyle kulağını vurdular. Ki öldüre kafan gider. Hemen günün sabahsı öylesi imza attı. Ki Cumhurbaşkanı olarken Cumhurbaşkanı, vice-prezident, Cumhurbaşkanı müşaviri ve bu Bakıya gelen, Ermenistan'a gelen US'di. Ve US'in arkasında duran güclerdi. Trump'a başa saldılar. Trump'ın 3 ili kaldı. Bu 3 il ərzində bu sülh sazişi, sülh müqaviləsi Qəzza üçün şurası yarattı və oraya daxil olanlardan da 1 milyard dollar pul alır. Hara alır? Qəzzədə kürəkəni damadı David Kushner orada turizm mərkəzləri, otellər, zat kommunikasiya yaratmaq üçün 100 milyard dollar pul lazımdır. Heç bunun bu üçlər kimi yığmayacaq. Amma Türk dövlətlərindən, bizdən də hamıdan alır. Bakın, dərin Amerika artık Trump'ın bu oyunlarını bezibdir. Trump Cumhurbaşkanı olandan şəxsi ailəsinin bütçəsi 7 milyard 500 milyondur. Ve bu başında da özü durur. Bu milyardlarla dollarları hamıdan alır. Orada sülh şurasına daxil olanlardan. Koskoca Türkiye Cumhuriyetimiz 20 milyardlarla F-35'e pul verdi. Verdiler F-35'i? Yok. Parasını qaytardılar? Yok. Bugünkü rejimde qaytarmışlar. Çünkü İsrail istemez ki Türkiye Cumhuriyetimizin Müdafiə Nazirliyində, müdafiəsində F-35'ler olsun ve hava savunması olsun. İsrail'de var. Bunu onlar imkan vermirlər. Və hələ də ala bilmədilər. Bu günlər Netanyahu Amerikada Ağ Evdəydi. Siyonistlər və Dünya Siyonist Kongresinin başında duranlar bu günlər Trump'a təzyiq edəcəklər. Ya İrana saldırırsan, bizə dəstək edirsən, ya da kafan kəllen gedəcək. Trump bu gedişatla 3 il inanmıram başa vura. Bu son 3 illi. Ya bunun bir suikasta kurban edecekler ya da dediklerini elətdirəcəklər. Ona göre bu son vaxtlarda, bu son zamanda İran'a saldırı meselesi həll olunur. İran dəfələrlə dedi,
İsraili vuracağım. Bize saldırırlarsa Amerika'ya hardan logistika dəstəyi, harda üstü var, hamısını vuracağım. Bu çok büyük bir təhlükədir. Rusya niye səssizdir? Amerikanın gəlib İrəvanda düşməsi, Meçamora pul ötürməsi, 9 milyardlıq Ermənistana dron verilməsi, saziş verilməsi və buradan da Bakıya gəlməsi, boy göstərməsinə. Bilirsiniz, o vaxt George Bush Saakashvilinin vaxtında Gürcüstana geldi. Biraz da oynadı. Dedi arxamdayıq. Rusya işğala girdi. Kimse kömək eləyə bilmədi. Osetiyanı, Abxaziya hamısını götürdü. Gürcüstan yarısını işğal etti bugünkü günə kimi. Bir adam bir söz deyəmədi. O vaxt Fransa Cumhurbaşkanı Sarkozy'nin göndərdilər xahişə. Saakashvili otağında kravatını dişləyirdi, qalasukunu giyirdi qorxudan. Dayandırdılar. Ama torpaq getdi, dövlət getdi. Amerikaya bel bağlamaq ya Amerikan sözlerine inanmaq yanlış siyasətdir. Dövlətin təhlükəsizliyidir. Əldən gedə bilər. Amerika, Kissingerin sözü var. Yaxınlıq etmək ya ittifak olmaq təhlükəlidir. Düşmənçilik etmək təhlükəlidir. Amma dostluq etmək ölümdür. Bunu Kissinger deyir. Henry Kissinger. Trump administrasiyası Amerikada təmiz Amerikancı millətçiləri, yəni Amerikanlıları, hansı ki ataları, babaları, dədələri Washingtonun vaxtından bu dövlət üçün çalışıblar. Hamısını kərarlaşdırıbdır. Qəzzədə də Kushner'in projesi 100 milyar. O alınmayacak. Çünkü her şey İran-İsrail-Amerikan savaşından asılıdır. Bu savaşın sonuçları nasıl olacak? Hala bilmək olmaz bölge nə günə düşəcək, necə olacaqdır. Rusya burada səssiz durmağı boş yeri değil. Bunların da dərin Rusya'nın da projeleri var. Bu son vaxt bizim də medyada çoxları çıxıb ağzına gələn danışır. Hamı siyasi şərtçi olub, hərbi ekspertiz olub, nəmin olub, analitik olub. Bunlar dar düşüncəli adamlardır. Ya da yaltaqlıq edirlər. Doğruları danışmaq lazım. İrana saldırı böyük bir təhlükə olacaq bölgədə. Hələ bilmək olmaz. Zəngəzur yolu qalacaq, ya kim qalacaq, kim gedəcək. Dövlətin təhlükəsizliyi, dövlətçilik təhlükə altına atmaq olmaz. Hər kəsə aiddir bu. Mən nə dövlət görevlisiyəm, nə iktidaram, nə müxalifətəm, nə də heç bir siyasi partiyanın üzvü deyiləm. Mən araşdırması yazaram, bu millətin Türk oğluyam. Və dövlətimi də, millətimi də, vətənimi də hər şeydən üstün tuturam. Düzgün, ağıllı görülən siyasi addımlara mən həmişə düzgün deyərəm. Kim olsun. Yanlış siyasətə isə yanlış deyərəm. Dış siyasətdə bir adam, dövlətin üst katında olan adamın Dışişləri Bakanı, İstihbarat Bakanı, Cumhurbaşkanının Dışişləri üzrə müşaviri işlətdiyi kəlmə, söz dövləti ucalda da bilər. Dövlətin məhvinə də apara bilər. Bugün bölgədə üç böyük gücün savaşı gedir. Amerika, Rusya, Çin. Amerika ilə Rusiyanın maraqları burada üst-üstə düşmür. Ukraynada üst-üstə düşürdü, bir yerde parçaladılar Ukraynanı. Bu günləri saldılar. Suriyada danışıqlara getdilər. Afganistan'da danışıqlara getdilər. Talibanı da bir yerde getirdiler. Rusya ilə. Kafkaz'da üst-üstə düşmür. Birdən-birə Amerikanın bu addımları Rusiyanın karşıda çok radikal, təhlükəli addım atmağına gətirəcəkdir. Bunu herkes bilsin. Allah'a emanet olun. Uca Tanrım Türk'ü korusun. Milletimizi, halkımızı, devletimizi korusun. Ne mutlu Türk'üm diyene.